Hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Bugünkü mövzumuz niyə hər şeyi idarə etməyə çalışmaq səni zəiflədir. Əslində bu mövzu özümə ilk öncə aiddir. Çünki son zamanlar hər şeyi idarə etməyə çalışıram. Düşünürəm ki, hər şey mənim əlimdədir. Və mövzu seçəndə də məhz bu mövzu ona görə seçdim ki, daha çox burada təcrübə danışır, nəinki kitab sözləri. Amma konspektim də hazırdır. Niyə insan hər şeyi nəzərdə saxlamaq istəyir? Bunun səbəbi əsl bizim egomuzdur, yəni nəfsimizdir. Biz düşünürük ki, əgər hadisələr düzgün getmirsə, onun axınını biz idarə edə bilərik. Amma elə deyil. Mənim öz həyatımda bir dövr olub ki, hər şey sanki mənə qarşı olub və mən o vaxt istəyirdim ki, hər şey mənim kimi olsun, mənim istədiyim kimi olsun. Amma hadisələr, həyat, Allah elə elirdi ki, mən istəyən kimi olmurdu daha doğrusu. Nəzarət hissi, bəs nəzarət hissi haradan yaranır? Ən çox bizim keçmişdəki qorxularımızdan, keçmişdəki etdiyimiz səhvlərdən, yəni biz əgər hansısa keçmişdə etdiyimiz səhvi beynimizdə, şuur altımızda yazmışıqsa, onu yenidən etmək qorxusu baş qaldırır və o qorxu bizi çalışır idarə etsin. Misal üçün, avtomobil qəzasında elə olub ki, avtomobil qəzasına kimsə düşüb və o şəxs artıq yenidən avtomobil idarə etmək istəmir. Amma yaxşı da idarə edəndir. Yəni, gözəl nəqliyyat vasitəsi idarə etməyi bacarır. Lakin keçmişdə o hadisə onun beyninə elə yazılıb ki, mən Allah eləməsin yerinə qəza törədə bilərəm. O qorxu qoymur ki, minsin, onu icra etsin. Amma keçmişdə olub deyənə indi də elə olmaq o demək deyil ki, indi də elə olacaq daha doğrusu. Əslində insanın enerjini də tükəndən, o həyat enerjisini tükədən o idarə etməkdir, istəyidir içərdən ki, biz çox düşündükcə ona belə deyim də, enerji verdikcə biz öz yaradılış enerjimiz gedir. Əslində hər kəsin qıraqdan baxsan 7 qat enerjidən ibarət idi, yəni çakradan ibarət idi və hər çakranın öz enerjisi var. Onu biz, o enerjini biz çalırıq, oğurluruq oradan. Nə vaxt ki biz deyirik ki, mən istədiyim kimi olsun. Yəni bir növ təfəkkür edəndə misal üçün, biz onu buraxırıq. Amma biz idarə etmək istəyəndə biz Allahlıq iddiasında oluruq. Görün nə qədər yəni bu mövzu dərindir ki, biz nəyisə idarə etmək istəyəndə artıq biz Allahlıq iddiası edirik də, yəni mən bacaracam, mən bunu eləyəcəm. Əslində mənim də neçə dəfə elə həyatımda olub ki, mən deyəm ki, mən bunu edəcəm, Allah mənə elə göstərib ki, qıraqdan deyib ki, mən gör necə eləyirsən, mən eləyərəm, biz onu elə bilməzsən. Yaxşı, o da sual yaranır ki, nələri idarə edə bilərsən, nələri isə yox. Yeganə idarə edə bilən şey, mən düşünürəm ki, insan düşüncəsidir. Qalan heç nəyi idarə etmək olmur. Bax, ürək döntüsünü idarə edə bilmirsən. Düzdür? Pulsu da idarə edə bilmirsən. Sonra, həyatındakı qeydişatı idarə edə bilmirsən. Belə olmalıdırsa, yola çıxmısan, üstüvə ağac düşməlidirsə, üstüvə ağac düşəcək. Dünən misal üçün, hava yağışlıydı burada, şimşək çaxırdı. Nədən qorxurdum sizcə? Ki, məni bu saat bildirim vuracaq. Elə də vurur, ağacın altına gedə bilmirdim ki, bu saat qaçdırım ki, bu saat Allah eləməsin, məni bu saat vuracaq. Yəni, yazılmamışdısa mənə vurmayacaq. Yəni, mən onu idarə etmək istədiyində nə olurdu ki? Əgər o
ildırım məni vurmalı deyilsə vurmayacaq da. Yəni o ildırım məni vurmalı desə mən ağac tərəfdə olmasaydım da, qıraqda da belə olsaydım, orada məni vuracaqdı. Təkamül planında vardı da, təbii ki. Sən sadəcə özünə qoyan o disiplinlə nə deyirlər ona, saat 6 deyirsən, misal üçün duracam, durursan və 6-da, yaxud da ki, durmursan, sən yalnız disiplinlə hərəkət edəndə özünü idarə edə bilərsən, necə mənada, yəni hadisələri yox, özünü və nəfsə sənə pıçıldayır ki, mən deyir, o məni qırmalısan. Bunu din də deyir də əslində. Din də deyir ki, mənləri qır. Mənlər putlardır, put. Yəni, bütün dilin o, mən edəcəm, mən uğur qazanacam, mən pul, nə bilim, bunu edəcəm, mən maşın alacam, o mənlər o qədər çoxalır ki, artıq onu putlaşdırırsan və putlaşdıranda da bir ara baxırsan ki, sən keçmirsən artıq Allahlıq iddiasına və hər şeyi deyirsən ki, mən deyəcəm. Orada da məyusluq uğrayacaqsan. Allah səni orada sınaq edir. Sınıyır daha doğrusu. İndi mən sizə həyata daha sakit və güclü olmanın yolunu izah edim və sonlandırım, uzatmayın videonu. Daha sakit olmaq istənsə, birinci növbədə təfəkküldür. Birinci növbədə qayda təfəkküldür. Bilirəm, mən də öyrənirəm, mən bunu bir il üzərimdə belə deyim, təcrübə etdim. Təfəkkür mən üçün çox çətin gəlirdi. Bir tərəfdən deyirdim ki, mən Allahım səni inanıram. Bir tərəfdən deyirdim ki, mən pul yığıb bunu edəcəm. Yəni, məndə alınmırdı. İndi yavaş-yavaş yüngülləşir. Görürəm ki, mənim əmdə heç nə yoxdur. Mən qırağa çəkilmişəm. Deyirəm, Allahım, bax, anamla münasibətim pisdir. Mən bacarmıram, mən hər dəfə kompromisə gedirəm. O alınmır məndə. Elə ki, sən bunu düzəlt, xahiş edirəm. Sən gir aramıza, sən bu münasibəti düzəlt. Mən bacarmıram artıq. Mən çox mübarizə apardım. Gördüm ki, mən kompromisə də gedirdim, aramızı düzəltmək istədim. Alınmırdı da, yəni konfliktlər çıxırdı qarşımızda. Və artıq mən Allaha dedim ki, Allahım, mən qırağdayım, mən artıq bacarmıram, üzürlü say, mənlik deyil bu. Məni bu aşır türklər demişkən, ona görə xahiş edirəm, sən bunu mənim əvəzimə həll elə. Orada qırağa çəkildim. Çünki mən bunu idarə bilmirdim, həqiqətən gördüm. Əslində çalışırdım, mənim böyük bir səhvim idi. Ona görə təfəkkür etsəniz, hər bir işdə, səs kim, Allahım, mən bunu bacarmıram, sən yardım elə və burax, elə bir belə deyim də, dəvəni bağla, amma çəkil qırağa. Qorxma ki, o dəvə pisat qaçacaq, belə. Peyğəmbər sallallahu aleyhi və sələm eləmişdi. Daha doğrusu məsləhət vermişdi ki, dəvəni sən bağla, qalanını Allaha təfəkkür elə də, yəni qorxma ki, bir saat dəvə qaçacaq. Yəni hərəkətlə təfəkkür eyni gəlməlidir. Onda artıq sən rahat şəkildə yəni özünü içərdən hiss edirsən də, rahat hiss edirsən. Əgər bu video sənə faydalı olursa, bırak kim izləmisənsə, səndən kiçik bir xahişim var. İzlə kanalımı, bəyəndi düyməsini bas. Çünki sən izlədikcə, sən bəyəndi düyməsini baxdıqca laqeyd yəni onu qabağa çəkir və başqalarının da səbəb olur ki, izləsinlər. Anlata bilirəm, yəni alqoritm YouTube-dan elə işləyir. Çox sağ ol bura qədər izlədiyin üçün. Növbəti videolarda görüşmək ümidi ilə özünə yaxşı bax.